From 25th of November to 10th of December, Azerbaijan joins the world in 16 days of activism against gender-based violence. This year, under the theme Unite to End Digital Violence Against All Women and Girls, we are shining a spotlight on violence in the digital space. Online harassment, abuse, and threats are not virtual problems. They cause real harm and demand real action. Azərbaycanda biz bu çağırışı ciddi qəbul edirik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq tərəfdaşlarımızla birlikdə qadın və qızların həm offline, həm də onlayn mühitdə qorunması üçün çalışırıq. Qanun və siyasətləri möhkəmləndirir, zorakılıq qurbanlarına xidmətləri təkmilləşdiririk. Uşaqlar, valideynlər, müəllimlər və icmalar arasında maarifləndirməni artırırıq. As the United Nations in Azerbaijan, we are very proud of the strong partnership that we have with the State Committee for Family, Women and Children. Together, we are aligning national efforts with international commitments, including Beijing Plus 30, to make digital spaces safer, support survivors, and promote equality so that every woman and every girl can participate fully and safely in our society, on screen and off screen. Onlayn mühitdə yazılan hər nifrət dolu şər və ya paylaşılan hər görüntünün arxasında real təsirə məruz qalan real bir insan dayanır. Hətta hesab saxta olduqda və ya təhqiri artıran botlar olduqda belə, bu zorakılığın qarşısının alınması dövlət qurumlarının, texnologiya platformalarının, məktəblərin, medianın, icmaların və ailələrin birgə məsuliyyətidir. Biz hamımız aydın deməliyik. Rəqəmsal zorakılıq real zorakılıqdır.